Salam əziz izləyicilər. Bugün düzbucaqlı və düzbucaqlı üçbucağın sahəsinə aid məsələyə baxaq. İlk məsələyə baxaq. Düzbucaqlının uzunluğu 18 sm, eni isə 16 sm-dir. Bunun sahəsini tapmaq üçün 16 sm və 18 sm-in vururuq bir-birinə, yəni sahəsini tapırıq. Daha sonra deyir ki, bu düzbucaqlının sahəsinin 75%-nə bərabər olan düzbucaqlı üçbucaq. Yəni biz bu tapdığımız sahənin 75%-ni tapırıq. Yəni 288-i 75-ə vurub 100-ə bölürük. Bu da eləyir 216. Daha sonra deyir düzbucaqlı üçbucağın katetlərindən biri verib 36, digəri məlum deyil və sahəsini tapdığımıza görə digər katetini tapa bilərik. Bu zaman 216-nı 2-yə vurub 36-ya bölürük, bərabər eləyirik 12. Digər katetin uzunluğunu tapmış oluruq. Digər tapşırığa keçirik. Gördüyünüz kimi burada 3 dənə üçbucaq var. Bunların hər birinin sahəsini tapırıq. İlk öncə birinci düzbucaqlı üçbucağın sahəsini tapırıq. Göründüyü kimi burada 4 sm və 5 sm katetlər verilib. O zaman 4-ü 5-ə vurub 2-yə bölürük. İkinci düzbucaqlının düzbucaqlı üçbucağın sahəsini tapırıq. Yenə katetlərin hansının yarısı 5 vurulsun 10 bölünsün 2. İkinci düzbucaqlı üçbucağın sahəsini tapdıq 25 kvadrat santimetr. Növbəti üçüncü düzbucaqlı üçbucağın sahəsini isə tapmaq üçün katetlərin birini verib 8, digərini isə bax bu ümumi uzunluğu götürürük. 4 sm və 10 sm-dir. Onu toplayanda 14 sm-dir. Yəni katetlərin biri 14-dür, digəri 8-dir. O zaman 14-ü 8-ə vurub 2-yə bölürük. Üçüncü düzbucaqlı üçbucağın sahəsini tapmış oluruq. Sonda isə 3 düzbucaqlı üçbucağın sahəsini toplayırıq. Yəni 91 kvadrat santimetr.